Mikroskop altında qan. Eritrositlər ən çox görünən hüceyrələr olub, iki tərəfi içəri çökmüş, diskə bənzər formada olurlar və bu forma qaz mübadiləsini, yəni oksigen və karbon qazının daşınmasını asanlaşdırır. Onlar qanda oksigeni daşımaq üçün hemoqlobin adlı xüsusi bir zülal daşıyırlar. Leykositlər, ağ qan hüceyrələri, qanda az görünürlər, amma onlar immun sistemimizin əsas döyüşçüləridir. Onlar mikroblarla mübarizə aparır və orqanizmi xəstəliklərdən qoruyurlar. Trombositlər, qan lövhəcikləri, onlar yaralanma zamanı qanı laxtalandıraraq qanaxmanın qarşısını alırlar. Fibrin sapları, qan laxtalananda mikroskop altında incə, nazik saplara bənzər bir strukturlar görünür. Bu fibrin sapları yaralanma yerində tor qurur və qan hüceyrələrini sanki tələyə salaraq laxtanı əmələ gətirirlər. Fibrin qanı dayandırmaq və toxumaların sağalması üçün çox vacibdir.